Əziz izləyicilər, gördüyünüz kimi qulaqda dəhşət dərəcədə tüklər var. Heç başda belə tüklər yoxdur, amma qulağında gördüyünüz kimi nə qədər tüklər var. Və bu dayının qulağındakı tükləri təmizləyəcəyik və təmizləmə prosesini də sizə göstərəcəyik, nə cür təmizləyəcəyik. Dayının qulağında tüklərin heç biri qalmayacaq. Düzdür, ağırlı proses olsa da, amma tərtəmiz olacaq. Sizin də qulaqlarınızda belə tüklərdən əziyyət çəkirsinizsə, buyurun, yazın, zəng eləyin. Gördüyünüz kimi qulağa ağda, yəni lipstika əlavə edirik. Lipstika sürtürük qulağa, təmiz-təmiz. Yerdirik tüklərin hər tərəfinə. Qulağın hər bir tərəfində tük olan nahiyələrə sürtürük. Düzdür, ağırdacaq, qopardanda ağırdacaq, incidəcək və görək bu dayı dözəcək buna, yoxsa yox. İnşallah dözər dayı bunun ağrılarına. Videonun sonuna qədər izləyin və görün nələr olur. Düzdür, bir balaca lipstika sul olduğuna görə axtı töküldü, ona problem yoxdur. Təmizlənəcək. Hə dostlar, sizin də ətrafınızda belə dostlarınız, tanışlarınız varsa, kimisə qulaqlarında tüklər, burnunda tüklər, sifətində, göz altında tüklər varsa, buyurun gətirin yanımıza, təmizləyək. Gözəl qulaqlar, burunlar eləyək onlar üçün. Baxın, görün. Hər qulaqda nə qədər tüklər var. Bəzi keçəl qardaşların arzuladığı tüklərdir bunlar ki, yəni kəş bizim də başımızda bu qədər tük olardı. Heç lazım olan yerlərə çıxmır bu tük. Diqqətlə baxın, videonun sonuna kimi izləyin, qulağın necə də parladığını görəcəksiniz. Bunun üçün, belə videoların davamlı üçün səhifəni izləyin, takip atın, videonu bəyənməyi unutmayın. Əgər kimsə dözə biləcəksə gəlsin, problem yoxdur. Sona qədər izləyin, baxın. İndi qopardacam videonu, daha doğrusu qopardacam videonu deyərkən də qopardacam indi lipskanı, baxın. Qopardırıq, dayı dözür, qışqırmır, baxın. Necə də dözür, maşallah, maşallah, dözümlü dayı. Gördüyünüz qulaq necə tərtəmiz oldu və yaxşı qulaqdan əsər əlamət yoxdur. İndi o biri qulaqlarını da təmizləyəcəyim. İndiyə kimi buna dözə bilən adamlar heç bir hallarda olur. Amma bu dayday necə də dözür, baxın. Heç səsi də çıxmır, maşallah, maşallah. Siz də belə tüklərdən əziyyət çəkirsinizsə, buyurun. Videoya baxdıqdan sonra bəyənməyi unutmayın, yorum yazmağı unutmayın.